Bəli, Azərbaycanın göstərdiyi humanist münasibətin qarşılığında İranın Naxçıvan hava limanını və məktəb binasını hədəf alması bu ölkədəki rejimin nankör, riyakar, antihumanist olduğunu bir daha təsdiqlədi. Naxçıvanın mülki infrastrukturuna dron hücumu təşkil edən rəsmi Tehran acizliklə yanaşı qorxaq olduğunu da nümayiş etdirdi. Tarix göstərdi ki, qonşuluq təkcə coğrafiya ilə ölçülmür. Qonşuluq həm də hörmət, etimad və qarşılıqlı münasibətlər deməkdir. Azərbaycan illərdir ki, regionda sabitlik, əməkdaşlıq və dialoq tərəfdarı kimi çıxış edir. Lakin bəzən bu xoş niyyətin qarşılığında anlaşma yox, nankörlük və təhdid ritorikası ilə üzləşir. Elə İranın Naxçıvana dron həmləsi də bunun daha bir nümunəsidir. Onsuz da biz bu istiqamətdən dəfələrlə xəyanət görmüşdük. Amma zəfər qələbəsindən sonra qonşuluq prinsipini əsas meyar kimi qarşımıza alıb da bir çox məqamları unutmağa çalışdıq. Təəssüf ki, qarşı tərəf İran nəinki bunu qiymətləndirmədi, əksinə Azərbaycana növbəti xəyanət üçün məqam axtardı. Onların bu törətdiyi terror aktı bütün başqa çirkin amillərlə yanaşı böyük nankörlük nümunəsidir. Son hadisələr baş verən kimi biz onlara xəbər göndərdik. Başsağlığı verdik. Xarici İşlər Naziri mənim göstərişimlə, həmkarı ilə danışdı. Mən onların səfirliyinə gedib başsağlığı vermək üçün öz mövqeyimi bildirdim. Halbuki məndən başqa heç bir dövlət başçısı İranın heç bir səfirliyinə getməyib. Yəni bunu qiymətləndirməmək, bunu yerə vurmaq, özlərini alçaq nankörlər kimi aparmaq heç kimə şərəf gətirmir. Bəli, bunun adı nankörlükdür. Azərbaycanın regionda sabitlik və əməkdaşlıq təşəbbüsləri ilə çıxış etdiyi halda Tehranın zaman-zaman Bakıya qarşı sərt mövqe sərgiləməsinin başqa adı yoxdur. Elə xəyanətkarlıqdır ki, xəyanətkarlıqdır. İran bu addımla özünün düşmənçilik ritorikasını göstərməyə bir daha çalışdı. Bunu İranın Xarici İşlər Nazirinin bəlkə bilərək və bilməyərək verdiyi intervyuda da demək ki, biz ancaq İranın düşmənlərinə hücum edirən deməyi özü də İranın Azərbaycana qarşı bir düşmən mövqeyidə dayanmasını göstərir və bunu özləri bilərək və ya bilməyərək bunu etiraf edirlər. Son hadisələr bir daha onu göstərir ki, bəzən bir hadisə təkcə bir ölkənin deyil, ümumilikdə bir bölgənin taleyinə işıq tutur. Bugün Birləşmiş Ərəb Əmirlikləri başda olmaqla dünyanın müxtəlif paytaxtlarından gələn mesajlar bir həqiqəti təsdiqlədi. Təsdiqləndi ki, haqqın yanında dayanmaq hələ də beynəlxalq siyasətin ən güclü prinsipidir. Bu prinsiplər həm də yeni dünya düzənində Azərbaycanın güclü və qətiyyətli dövlət kimi ön sıralarda olduğunu da bəlirlədi. Bunu həzm edə bilməyənlərin yeri haradır, bax onu bilmirik. Bilməli olanlar yaxşısı budur ki, qonşu ilə uğraşmaqdansa gedib yerlərini tapsınlar. Əgər tapa bilsələr. Bəturiye Nəbiyeva, Nadir Cəllov, Space.